Yavaş yavaş başlayaq. Ekranı paylaşım. Görürsünüz ekranı böyük ehtimalla. Neyse qalsın. Videoya baxacağıq müəyyən bir hissəsini. Sonra Hardcoder sayt var. Getdən keçmənizi tövsiyə görürəm. Oradakı suallara baxacağıq müəyyən bir hissəsini. Qəşəng suallar var. Sualın şərtində bizim dilimizdə deyir ki, 3 dənə ədəd verilib ABC. Modulları 13.9 aşmır və bizdən də istədiyi bu dəyəri hesablamamızdır. Biz bu ədədləri birinci ilk olaraq yaratmalıyıq. Long şəklində ABC long LLD hesablamamız. A B I C formatı daxil edirik. Yəni long-da qeyd elədiyimə görə LLD istifadə elədim. Və bu nəyə görə long istifadə elədim? 13.9 olsa A ədədi, C ədədi 0 olsa, A ədədi yəni 13.9 olsa, B2 olsa, 13.9 vurulsun 13.9 təqrib bu ədəddir. 13.8 eləyir. Bu isə long-a gətirib çıxardır. O da yəni inti aşa biləcək bir səviyyədədir. Intin kapasitesi 13.9-a kimidir. Amma long-uncu 13.8-ə kimidir. Bir dənə result götürürəm. Result. Düsturu yazıram. 7A plus B minus 2 vurulsun A minus C plus 5. Və bizdən də bunu çapa verməmizi istəyir. Faiz LLD. Burada yox idi çəpələməmizə result. Yoxlayaq. Düz işlədi. Hər hansı bir sualınız var? Yoxdur deyə düşünürəm. Submit eləyək. Keçək keçdi. Deyir ki, X ədədi verilibdir. Deyir ki, təklikdə qalan hissəni səhv eləmirəmsə, keçirmək lazımdır. Yüzlü hissəyə. Yəni ki, bu bir addım önə gəlməlidir. Yəni qabağa keçməlidir. Bizə bir N ədədi verilibdir, amma son şərtini qeyd olunur ki, N ədədi 3 rəqəmli ədəddir və müsbət ədəddir. Bu qədər. Yenə həmişə kimi bir N ədədini daxil edirik. Burada 3 rəqəmli olduğuna görə necə deyirlər, long götürməyə ehtiyac yoxdur. Saçın. Və bunu necə edə bilərik? Gəlin bunu hesablayaq. Bunu iki cür yaza bilərik. İlk formatda bir eynit açaq. Riyazi düstur olaraq hesablayacağıq. Bir də sətir versiyada baxacağıq. 123-dürsə, biz buradan ona böldüyümüz zaman 12 ədədini alırıq. Və görürük ki,
12 hissəsi, yəni bu formatda qalıb da. Və bir də 123 var. Bunun faizini tapırıq. Eləyir bizə 3. Biz buna bunu 100-ə vurduğumuz zaman və üzərinə 12 gəldiyimiz zaman artıq rahatlıqla deyə bilərik ki, şərt ödənir. Çünki bu 100-lüyə keçdiyi zaman 100-ə vurulmalıdır. Dəqiqlikdə idi. 100-lüyə keçdi. Və bu hissənin də qalması üçün də ona bölmək lazımdır. Bura kimi hansı bir sual var? Yoxdur deyə düşünürəm. Bunun üçün bir dənə x dəyişəni götürürəm. X-i yuxarıda da götürə bilərəm. Sonra x-i bərabər edirəm. n faiz 10. Sonra da Cout x vurulsun, Cout yox, yəni printf faizdir. Bir dənə dəyişən çıxma veririk. X vurulsun 100 plus n bölən 10. Belə yazdığımız zaman düz işləyəcəyini düşünürəm. 300 yox, 123 olmalıydı. İşlədi. Keçdim. Hansı bir sualınız var? Yox. Bu sualın digər hissəsini izah edeyim. 123-dür, 3 12 eləmək lazımdır. Belə eləyə bilərsiniz ki, 123-dür də. X faiz 10. Təzən bir dənə də faizlə yazıram, əlbəttə. X bölək 10 idi, 123. Belə yazdığımız zaman düz işləməlidir. Yox, bir dəqiqə. 120 n. Niyə düz işlədi? Çünki bunlar yan-yanadır. Biri var 3, 12 yan-yana yazdığımız zaman eyni işlanır. Bir də var bunu 100-ə vurasan, üzərinə gələsən. Eyni funksiyanı görür ona görə. Yəni düz çıxır. Keçək bu suala. Deyir, üçrəqəmli müsbət ədəd verilibdir və sağına və soluna 3 əlavə eləmək lazımdır. Bunu necə eləyə bilərik? Bunun iki üsulu var. Bu rəqəmə baxdığımız zaman bu 30.000-dir. 30.000 plus daxil elədiyimiz n ədədi vurulsun 10 plus 3 həmin rəqəmi verir. Niyə? Çünki bir vahid sola gedir. Sola getdikdə onu vururuq. Son 3 rəqəmi əlavə edibdir. 3 rəqəmi əlavə olunubdursa 30.000 əlavə olunub deməkdir. Yəni də eyni funksiyanı görürük. İkinci yolu da göstərəcəm. Yoxlamaq ehtiyac yoxdur. Burada da x silə bilərik rahatlıqdan. Yoxlamadım. Düz işləməlidir. Keçdim. İkinci bir yol isə faizdir yazmaqlandır. Hansı ki 3, n, 3 yazdığımız zaman yəni də eyni funksiyanı görmüş olduq. Yəni eyni cavabı. Dəqiqə. 18. Bunu translate edim. Sağ şikayətini elə buradan baxın. Profesör məsələsində sayda bateriya var. Hər paketi bir dənə sayda götürür.
Hər paketdən 5 sayda bateriya götürülübdür. Bir saniyə. Son şərti fizikdə qəribə çıxıb. Professorun masasında hər birinin az sayda olan... başa düşdüm. Hər birində az sayda paket var. Bizə deməli n dənə ümumiyyətlə paket var. Bunu şeydə göstərim. N ədəd paket var. Hər birində az sayda. Deməli ümumi n dənə bateriya var. Və ümumiyyətlə n sayda paket var. Professorun hər paketindən B sayda bateriya götürəndən sonra masanın üstündə cəmi C sayda bateriya qaldı. Hər paketdən dediyinə görə bu N vurulsun B dənə götürülübdür, bateriya götürülüb və ümumiyyətlə C sayda bateriya qalıbdır. Bu o deməkdir ki, ümumi bateriya sayından götürülən bateriya sayını çıxsam, ümumi bateriya sayı qalmış olur. Burada artıq n məlum deyilmiş, deyil. N-i hər tərəfdən çıxarsaq riyazi olaraq, A-B-yə də bölsək riyazi olaraq, biz burada n-i tapmış olduq. Yoxlayaq. Prosta burada n rəqəmi natural ədəddir. Hər ehtimalı olan götürməkdə fayda var. Prosta 3 dənə də daxil eləyir. Və çapa bir dənəsini çapa veririk. Keçək. C bölünsün A-B. İndi bunu çək eləyək. Burada mən də yazdım. Düz götürülməlidir, çünki eyni data tipə məxsusdur rəqəmlərə. Compiler error verdi. Keçək. Problemimiz hardadır? ABC-ni daxil eləməmişik. Həmişə sual yazanda compiler eləmək lazımdır. Çünki niyə olmasın? Keçək. Keçdi. Bunun çox da problemi yoxdur. Əgər ədəd böyük olsa, problem çıxa bilər. Məsələn üçün, səbəbini deyim. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə, 2, 1. Burada problem çıxdı. Yox, bir dəqiqə mən səhv dedim. Bir dəqiqə, 2, 1. Bu qədər bəs eləyir. Problem oldu burada artıq. Ona görə tövsiyə olunmuş. Sualınız var bu F sualı ilə bağlı? Yoxdur deyə düşünürəm. F sualına baxdıq, şeyə keçək. Bayram üçün professor 3 rəngdə şarlar almışdı. Mavi, qırmızı, sarı. Ümumi n dənə şar var. Sarı və mavi şarların sayı A. Qeyd edək. Sarı və mavi bərabərdir A. Qırmızı və mavi şarların sayı B-dirsə, ümumi şarların sayını çapa verin. Geçək. Deməli, ümumiyyətdən mavi, qırmızı, sarı. Bunların cəmi n-dir. Biz ümumiyyətlə bu ikisindən birini çıxdırsaq, rahatlıqla tapa bilirik. Və burada belə bir şey eləyirik ki, deməli, inputa NAB-ni veririk. NAB.
Bir də ki, mavi, qırmızı, sarı. Deyəsən elə idi. Hə. Və bunu ilk olaraq input verməliyik. Input vermə qaydası hala göstərdiyim kimi belədir. Faizin, faiz A, faiz nədir? Əncaz. Aha. Sonra da gəlin üstünü çıxardaq. İndi mavi bunu çıxsaq adam M-A eləsək, SM gedir, qalır Q. Yəni Q bərabərdir M-A. Geçək. M-B desək, QM gedir, qalır S. Yəni M-B QM getdi, S qaldı. Hə. S getdi, B qaldı. İndi Q var, S var. Bir dənə qalır M. Biz də demişdik ki, yəni MQS bərabərdir yenə cəmi. S var, yəni demək istədiyim odur ki, M bərabərdir N-QS. Buraya yazsaq N-QS, geçək daxmış olduq. Printf çapa versək, birinci mavini verməyimizi istəyir, faiz LLD. Boşluq, faiz LLD, faiz LLD. Niyə boşluq? Çünki burada boşluqdan istəyir. Bayaqki suallarda boşluqdan qalib heç bir şey qeyd olmamışdı deyə boşluq istifadə eləmədik. Dörd, dörd, 2. Aydındır. Bunu çək eləyək. Keçək digər suala. Hər hansı bir sualınız var? Varsa deyin, çünki yəni bunlar təməl suallardır yəni. Keçək. Deməli. Mehmanxanada N mərtəbəli, dəhliz, restoran. Aha. Nömrələr ikinci mərtəbədən 50-ci mərtəbəyə qədər yerləşir. Hər bir mərtəbədə M sayda standart nömrə yerləşir. Əgər hər bir standart nömrəyə 3 nəfər qonaq yerləşsə, mehmanxananın bütün standart nömrələrinin maksimum 3 nəfər qonaq yerləşə bilər. Bu sualda yenə baxsaq, M mərtəbəlidir. Birinci mərtəbəni çıxırıq. Çünki dəhliz, restoran, məşq zalı birinci mərtəbədədir. Burada heç bir qonaq qarşılanmır. İkinci mərtəbədən 50-ci mərtəbəyə kimidir. Yəni M-1 dənə qalır artıq. M-2, +1 söhbəti. Hər bir mərtəbədə M sayda standart nömrə yerləşir. Aha, M-1 dənə nömrə var. Ümumi. Aha. Hər bir standart nömrəyə 3 nəfər qonaq yerləşsə, aha. 4, geçək. Başdan başlayaq. M mərtəbəli dəhliz, restoran və məşq zalı birinci mərtəbədədirsə və digər otaqlara insanlar yerləşəcəksə, artıq M-1 dənə mərtəbəmiz qalmış olur. Və hər bir mərtəbədə də M dənə otaq var. Ümumi M-1 vurulsun M dənə otaq olur. Və hər otaqda da 3 nəfər yerləşir. Bunu da vuruqca düsturumuz bu olur. Bunlar neysə riyazi sualdır. Geçək suallardan. Geçək. N-lə M daxil edirik. Daxil eləmişəm deyə bunlar silsən bəs eləyər. Bir dənə də bunu silək. N-M. Bir dənə çıxa veririk. Aha. Prosto. Aha. Qaldı. Beş, 10, 120. Keçdi. Burada da hər ehtimal çək eləyək.
Sollara baxarıqmı? Baxaram. Hələ var. Bu hansı sola kimi işləyibdir? Geçən. Young Gardener. Düstur neydi? Neyse, düsturlu sualdı bu. Yəni, məntiqi sualda yəni. Ana Vasiyadan bağdakı bütün cavan alsalar sulamalı xahiş etdi. Bunun düsturu belə idi. Başda 1, 2, 3. 3-dürsə 2, 4. N vurulsun N plus 1 plus 1. Hə. Bir saniyə təzən düsturu çıxardım sizə görə. Faiz LL'di. Belə olmalıdır. Burada söhbət nədir? Birdən N-ə kimi rəqəmlərin cəmində bu düstur. Burada artıq 2-dən təkrarlanır deyə. Elə bil ümumi yarpaqların sayını düsturu bu cürdür də. Necə deyim? Bu başdakını saymayaq, 1-dən 3-ə kimidir. Bu da 1-dən 3-ə kimidir. Bu başdakını saymasaq, hər yarpaq, 3 dənə təpə var. 1, 2, 3. Hər birinin cəm düsturu nədir? N vurulsun N plus 1 bölü 2. Yəni 1-dən N-ə kimi rəqəmlərin cəm düsturu. Bundan 2 dənə olduğuna görə N vurulsun N plus 1 qalır. Yox, həm vurulsun N plus 1 qalır. Bunu da açsaq, N vurulsun N plus N deməkdir. Yuxarıda da bir dənə olduğuna görə düstü bu cür qalır. Başına izah edeyim. Deyir, bilmir nə qədər şey eləsin. Nə deyirlər? Yanına çıxdı. Yarpaq. Hər yarpağa 1 litr su dökmək istəyir. Yarpaqların düzülüşü də bu cürdür. Yəni artan sırada olur. Kənardan başlayacaq, ən kənardan, yuxarıdakı kənardan. Birdən N-ə kimi gedir. N isə 3-dür. Bu da riyazi olaraq desək, N vurulsun N plus 1 bölü 2 deməkdir. Və sol və sağ nəzərə alsaq 2 dənə olur. Bunu da açsaq N vur N plus N olur. Bunu da 1 ilə toplasaq, çünki təpədəkini də nəzərə almaq lazımdır. N vurulsun N, yox, N kvadratı plus N plus 1 qalır. Hə, çox danışdım. İşləyəcəkdim o zaman, neysə. Bu artıq, hə, int-dən keçdik if-ə. Sualın şərtində yenə də tərcümədən istifadə edək, hər ehtimal çox vaxt getməsin. Heç biri doğru deyilsə, yes verilsin, doğru deyilsə deyir. Əks halını o versin. Buna baxsaq, bir nə ədəd daxil edibdir. Hər ehtimal long götürməkdə fayda var. Scanf faiz LL'dir. Heç biri doğru deyilsə. Aha, geçək. Bir dənə şərt açırıq. Şərt vermək üçün if-dən istifadə edirik. 2 dənə şərt olacağına görə 2 dənə mərtəzə açdım özüm üçün. Yəni, vərəqdə elə eləməyəcəkdir. Birinci bunu açırıq. Vərəqdə yazacağız. Nə şərt veribdir məsələn üçün? N ədədi cütdür. Yəni, N faiz 2 bərabərsə 0-a, 2 bölütüyə qalıqda 0-a qalarsa, deməli bu cütdür. Və müsbətdirsə, ənd işarəsi yazıram və deyir çünki N böyükcə 0-dan. Bu birinci şərtdir. Yəni, heç biri doğru deyilsə. Ona görə qabağında nidə qoyuruq bir dənə, hər ehtimal. Və bir dənə ənd açırıq. Amma bunu da yadından çıxartmırıq. Aha. Və bir dənə şərt yazırıq. N təkdirsə, N faiz 2 bərabərsə 1-ə və
n mənfidirsə. Printf yes else no. Bu cür olmalı mənim zənnimcə. Hər hansı bir sualınız var? Yes verdi. 24-dən o verməlidir. Geçək. Niyə belə yazdım? Çünki mən birinci bu ehtimalı yazdım. Heç biri doğru deyilsə. Mən bunun doğruluğunu yoxlayıram. Bu şərtin. Qabağına nida yazıram. Qabağındakı nida o deməkdir ki, yəni ki, səhvdir. Yəni bu true'dursa, bu ümumiyyətlə true false qaytarır. Bu şərt. True'dursa false eləyir, false'dursa true eləyir. Bu cür işləyir. Yəni submit eləyək. Bir dənə halda səhvlik oldu. Hansı halda? Bir ehtimal bu olar. Bəlkə də. Yəni həmin halda səhv oldu. 3 ilə 2 koda baxaq. Hə, bunu geri qaytaraq. Heç biri. Bir dəqiqə. Bir saniyə. Nə görə? Heç biri doğru deyilsə, yes. Əslində bir-birinə əlaqəlidir bunlar. Bunun tərsini yazıbdı, hə. Amma ehtiyac var ki, hə, bu and olması biraz problemlidir, düz deyir. Düz yazmışam vaxtında. İndi səhv yazmışam. Zaten tərsinə olduğu zaman elə bil nə tər işləyir bu məntiq. 0-0 fikirləşin, 0-1 fikirləşin, 1-0 fikirləşin, 1-1 fikirləşin. Burada 0-0 halında, yəni burada bu sual, bu məntiqdən işləyir də. Deyir, heç biri doğru deyilsə. Ancaq tərsinə fikirləşsək, hər hansısa bir düz çıxsa, görsədə biri düzdür, ikisi düzdür burada. Burada biri düzdür, burada da biri düzdür. Yəni tərsinə yazmış. Bunu əldən yazaq, belə yazaq. İndi bilmədim orada nə problemdir, amma kodu düz idi. Neysə. Demək istədiyim o hissədir ki, bunu da bir dənə əvəz eləyək. Geçək. Bunu da yes-dən əvəz eləyək. Yəqin special case var imiş, ona görə. Amma fikir vermədim. Demək istədim odur ki, burada heç biri deyil. Yəni heç biri deyil, budur. Amma mən tərsini yazsam, yes-an birinci norhalını yazsam, artıq bu case-lər qalır. Burada da oradan istifadə edib yazıram. Sadəcə məntiq budur. Hə, bir dəqiqə, mənim kodumda bu məntiq də ola bilər. Faiz 2 fərqcə 0-dan. Bəlkə də budur. Düzdür. Burada problem nədir? Kodum düzüymüş. Burası n ədədi mənfi olduğu zaman bu belə işləyir. Belə yazmaq lazımdır. Səbəbini neçə ildir mən də bilmirəm, amma belə izah edeyim ki, mənfilərdə cütlük təhlili yoxlamaq biraz problemlidir. Əgər yəni bununla bu eyni şeydir. Nəyə görə? Əgər 1-dirsə, fərqcə 0-dan, deməli düzdür, deməli təkdir. O mənəyə gəlib çıxır. Mən başa sala bildim. Başa düşmədinizsə sualınızı verin, hər ehtimal. Aydındır deyə düşünürəm. Keçək. Görüm şeydə kimdəsə problemlidir. Hə, çox uşaqda o problemdir. Məsələn, Məmməddə, amma sual vermədi. Keçək. Keçək. Spring. Deməli, 12-1-2 halında winter, 3-4-5 halında spring, spring summer, autumn.
Bir dəqiqə. Ayına qaldı. 6000, hə. Yox, 6, 8, 9. Summer, hə. İndi yadıma düşdü. 10, 11, 12. Bir dəqiqə, səhv dedim, yoxsa düz dedim. 3, 4, 5, 10, 11, 12. Bir dəqiqə, fəslə mən səhv hesablayıram, yoxsa mənə elə gəlir. 6, 7, 8, 9. 9, 10, 11. Bu artıq spring sayılır, hə. Spring yox. 6000. Yenə də bizə deyək ki, gün ay verirəm. Məsələn, M-ci aydayıq. Bu M-ci ay hansı fəsl göstərir, onu mənə de. If yazıram. M bərabər M yox. M 4 dənə ehtimalımız var. Aha. M böyükdürsə 1-dən. İndi belə yaza bilərik. M bərabərdir 1. Or M bərabərdir 2. Or M bərabərdir 12. Deyək, bu 1. Bu artıq printf. Enter. M bərabərdir 3. M bərabərdir 3 yazmırıq. Burada artıq. M bərabər 5 yazırıq. Printf. Spring. Düzdür məncə. M böyük bərabərdirsə 6. M bərabərdirsə 8-dən. Printf summer. Bir dənə ehtimal qalır. 6000 alıb. Bunun yazılışı bu cür. Hə, böyük hərflə yazmaq lazımdır. Hə, keçək. Problem deyil. Mən nəyə görə bunu belə yazdım? Çünki yaza bilmərəm ki, yəni də biri 1 idi, biri 2 idi, biri 12 idi. Belə yaza bilərik ki, M kiçikdirsə bərabərsə 2-dən. Çünki M ədədi maksimum 1, maksimum 2, minimum 1 ola bilər. Yəni burada da 0, -1 verilməyəcəyinə görə belə yazsaq daha yaxşı olar. Və nasıl bir sualınız var? Varsa deyin. Neşə? Burada n ədədi verilibdir, 2 rəqəmli ədəd. Deyir, əgər 2 rəqəmlidirsə, ok ya da no. Bunu n eləyək təzən. Yəni bunun m-in n-in fərqi yoxdur, amma bilmirəm, müəllim fikir verərmi, verməzmi? İndiyə kimi veribdimi, verməyibdimi, onu artıq bilmirəm. Burada int yazsaq da problem yoxdur, çünki 10-9-a kimi gedir söhbət. Şərt yazıram, n kiçik bərabərsə 2-dən, yox, kiçiksə 0-dan, n bərabərdir, n vurulsun, -1. Və m böyüksə bərabər 2 rəqəm, böyüksə 10-dan və n kiçik bərabərsə 99-a. Printf ok else printf no. Bunu nəyə görə belə yazdım? Mənfi halında artıq problemlə qarşılaşırıq. Yəni bunu əslində iki cür yoxlaya bilərik. Bir string alıb, sətr alıb. Sətrdə yoxlaya bilərik. Amma burada mənfi var deyə bununla simvol sayacaq deyə problemlidir artıq. Aydındır? Deyə düşünürəm. Geçək.
Sualın şərti biraz qəribədir məncə. Hə. Sualın şərtində deyir ki, Deşəm. Burada bir dənə də daxil edirik. Son şərtində deyir ki, APC həcmli bir şkaf var və bir qapı var. X və Y tərəfindədir. Yəni deyirlər, qapının uzunluğu X, eni Y-dir. Deyir ki, bu qapıdan sən bu şkafı keçirə bilərsən. Bunu sildik, yaxşı elədik. Deməli, 100-ə kimidir, problem olmaz. Çünki 3 rəqəm bir-birinə vursaq 100 vurulsun 100. Yox. Hə. 100 vurulsun 100 vurulsun 100 10 üstə 6 eləyir. Onun üçün problem olmayacaq. Nətə yazaq? Int ABC X, Y. Scanf faiz D təzən A Y X B C B. Hə. Müxtəlif şərtləri yoxlayırıq. Bizə lazım olan məsələn üçün belə olsun. Amma yox. Hə. Belə eləyə bilərik. Əgər ABC-ni biz sort vəziyyətinə gətirə bilərik, yəni ardıcıllı sıraya. Məsələn, yaza bilərik ki, əgər A böyüksə B-dən və A böyüksə C-dən səbəb funksiyası burada yoxdur elə. Yaxşı, onda belə eləməyik. Uzun-uzadı yazmaq istəmirəm. Şərt yazırıq. Çoxlu. Çünki niyə olmasın? Oradan yazıram, çünki fərqi yoxdur. Düzədərəm amma birazdan. Deşə. Lazım olan X-dən kiçik olmasıdır. Hə, biz nə etməliyik indi? Elə eləməliyik ki, ya AX kiçik olsun, bu vəziyyətdə olsun da. Bizə lazım olacaq ya AB-dir, ya AC-dir, ya da BC-dir. Bu halları nəzərə almalıyıq. Və məsələn üçün BY. Sonra indi bu halların tək hamısını yazasıyıq. Ümumiyyətlə nədir? Təxmin elədiniz də hara gəlmək istəyirəm mən sualda. Əgər başa düşdünüzsə, tepki göstərdən hər hansı bir random emojini yerləşdirə bilərsiniz. Əgər başa düşdünüzsə. Məhəmməd gəldə eləyirdik. Nəsə. Başa düşmədiyinizi deyə düşünürəm. Aha. Fikirləşin, sizdə bir dənə şkaf var, qapıdan keçirmək lazımdır. X, Y-dir. O da ki, nətər ola bilər? Sən en uzun hündürlük, hə. Hündürlüyü kənara qoysan, yəni haşiyə kənara qoyduq, qaldı AB. Sən elə eləməlisən ki, ya B-dən, yox, ya A kiçik olmalıdır X-dən, ya da B kiçikdir Y-dən. Burada kiçik böyük söhbəti var deyə, A kiçikdir Y, B kiçikdir X-dən eləməlisən. Bunu or yazırıq, yəni bu iki ehtimaldan biri düz olmalıdır. Ya da ki, belə yaza bilərsən. Hə, bu dəfə AC-ni nəzərə alaq. A kiçikdir X olmalıdır, ya da B kiçikdir Y olmalıdır. Burada da or olmalıdır yenə. Və yaxud da tərsinə eləyək. B kiçikdir, yəni bunun tərsini yazmalıyıq. Çünki böyük kiçik yeri bilmirik hal-hazırda. B kiçikdir X olmalıdır, A kiçikdir Y olmalıdır. AB-ni nəzərə almışdıq biz. Mən təzən nəzərə aldım. AC yazıq, problem deyil. Bir də qaldı BC. B kiçikdir X və C kiçikdir Y, ya da ki C kiçikdir Y, B kiçikdir X olmalı. Yəni bunların arasında and var hal-hazırda.
deyil. Bura gətirsək. Bunları. Elə bura yazıq. Yəni bunlardan biri düz olsa, məsələn, bu düz olsa bəs eləyər. Digər ehtimalları yoxlamaya ehtiyac yoxdur. Məsələn üçün. Aydın oldu. Aha. Və yaxud da yenə o halları ayrı-ayrı yazacağam. Çünki elə daha rahat görsənir. B kiçikdir x. A kiçikdir x və bunu yazdıq deyə, məsələn, AC-ni istifadə edə bilərik. C kiçikdir y. Və yaxud da A kiçikdir y, C kiçikdir x. Və yaxud da burada AB-ni istifadə elədik, AC-ni istifadə elədik. Qaldı AB, AC, BC. B kiçikdir y və yaxud da C kiçikdir x. Ya da bir ehtimalımız qaldı. C kiçikdir y, B kiçikdir x. Yəni bu hallardan biri düz olsa, bizə puanı bəs eləyir. Aha. Bir dənə özümüzə yoxladım. No verdi. Ay yox, hə. Bu əvvəlki test case idi. Yes verdi. Keçək. Vərəqdə kodu yazdığınız zaman həmişə gözdən keçirin. Çünki kod həm uzun olur, təzədən yazmaq xeyir eləmir. Düzdür, bəzən məsələn bunun kimi kiçik xətalar olduqda həll eləmək olur. Məsələn, nöqtə vergülü sonradan da ala bilə bilərsiniz. Amma bəzi hissələr var ki, artıq nə qədər eləsəz də təsir olmur. 732-nin burada nə edə bilərik deyə düşünürəm. Bunu intdə yazmışdım. Şu rəqəmlər ədəddir. Int'n. Deyək ki, bunu daxil edirəm. Və bizdən istədiyi odur ki, ədədlərin yəni elə dəyişək ki, maksimum hər hansı bir ədədin kvadratı olsun. Yəni n dəyişdirdik, n vurun eləyək, ən maksimum olsun. Bunda maksimum olması üçün n-in maksimum olması lazımdır. Buradakı nə olmalıdır? Yüzlükdə olan hissə böyük olmalıdır. Təklikdə olan hissə ən kiçik olmalıdır. Onluqda qalan hissə ikisinin ortasında olmalıdır. Bunun üçün nə etməliyik? 3 dənə hal var, desən. 3, 2, 1. 6 hal. Yox, 6 halın hamısını yazmaq biraz əziyyətdir. C++-da yazmışdım. Ona görə başını buraxaq. Hayır, nə üsulu yoxlaya bilərəm. Aha, belə eləyək. If yazaq. If açmamışdan qabaq ABC qeyd eləyək. Tək onluq yüzlük. A yüzlükdür, B onluqdur, C təhlikdir. A bərabər n bölək 100 olsun. Bu faiz 10 olsun. Bu da bölək yox. Yəni tək onluq yüzlüyü belə tapırıq. Nəyə görə? 312 olsun. Bu ikisini silsən təkcə yüzlük qalır. 312 olsun. 10'a böldük 31 qaldı. Faiz 10'da 1 elədi. 312 qaldı. Faiz 10 qaldığını tapırıq 2 qaldı. Yəni bu qaydada rahatlıqla tapa bilərsiniz. Aha. Biz nə aramalıyıq indi? İndi.
6 dənə hal yoxlamaqdan başqa daha rahat üsul axlıma gəlmədi. Ona görə belə yazaq. Bir saniyə. Maksimum şərti. Hə, bir dənə maksimum götürək. Yaxşı axlıma gəldi. Əgər mx böyükdürsə, yox, mx kiçikdirsə, təzən yazacağıq. Hə, olsun, təzən yazacağıq. N-i saxlayaq da elə. Belə eləyək. N vur N. Mx bərabərdir, M vur N eləyirik. İndi digər siyahıya keçək. Çünki biri var, 6 dənə düzülüş var da. ABC. ABC. Bir dəqiqə, kiçikdən böyüyə gedək də. Hə. ACB, BAC, BCA, CAB, CBA. Aha, 6 dənə halımız var. Buna görə indi ABC getdi. Təzən şərt yazıram. MX kiçikdirsə 100 vura plus 10 vur C plus 10 vur B. F. Aha, F-yə ehtiyac yoxdur. MX bərabərdir. Onda səhv yazdıq. Halal olsun. Mən nəyə görə belə yazıram? Çünki 6 dənə halı template yox. Swap'dan istifadə edib yazsaq daha uzun çəkər. Ona görə. Aslında belə daha uzun çəkir. Onu da göstərərəm onda. Burada artıq yenə yer dəyişdiririk. ACB getdi. Onu BAC-dən niyə belə yazdım? Hə, belə olmalıdır. Belə. Bir dəqiqə. Aha. 100 ABC yox, 100 B. Ona bir də C. Bunu kopyalayaq. Aha. BCA qaldı. C, A. A, C. Keçin. B getdi. C qaldı. C, A, B. B, A, C. Bir dənəsi qaldı. Nə ola bilər? CBA. Printf faizdə biraz deyəsən uzun kod alındı. Office template-dən istifadə edirəm. Ədədi daxil eləmişik. Aha. Yox, problemimiz var. Faizlərini yazmışam. 123. 123-də də problemimiz çıxdı. Hə, bu ola bilər. Burada bərabərlik halı önəmlidir biraz. Bəzi hallarda. Bu da o hallardan biridir. Dəqiqə. ABC, hə, getdi də. Hədə daxil elədik. Aha. Geçin. 327. Düz işləmədi. 327-dən tapdı yenə də. Biz yaxşı belə eləsək. Aha, belə eləməsək. 100A, 10B plus C. Problem burada çıxdı. Yox, problem burada da çıxmadı. Elə belə yazsaq bəs eləyir. Burada da M vursun MX yazırıq. Bu qədər. Çünki burada ədədin özünü istəmir. Ədədin kvadratını istəyir. 327. İşlədi. İndi keçək digər koda. Template-dən istifadə edə biləcəyimiz.
Yəni bu qaydada saxlayıram. Prosto indi template istifadə edəcəm. Int temp şərt yazırıq əlbəttə. If a kiçiksə b-dən nə yaza bilərəm? Temp dəqiqə mən eləyirəm. Düz olmalıdır. Belə eləməliyəm. Nəyə görə mən A-nı 100-lük götürürəm? A 100-lük. 100 eləyək də. B10 C1 belə istifadə edəcəm. O da ki temp bərabərdir A edirəm. A bərabərdir B edirəm. B bərabər temp edirəm. Bu da bu qaydada olmalıdır. Dəqiqəm C. C yox, B. A-nı yerinə, keçək. Yox, dəqiqə. Burada B olmalıdır. Keçək. Prosto burada yerini dəyişirik. A-dan B-yə B böyük olmalıdır. B bərabər C yazırıq. Amma yox, itirdim aradasa. Int temp bərabərdir B. C bərabərdir B. B bərabərdir temp. Hardasa yenə itirirəm. C bərabərdir temp. Bir dəqiqə. B bərabərdir C. Düzəltdim. Düzəltdim. Printf yeni təzədən qururuq. Bir dəqiqə. Belə olsa, 321 olsa, 123 olsa, dəyişdirir olur 21, dəyişdirir olur. Belə. Bir də təzədən yazmalıyıq bunu. Geçək. İndi düzəldi. Printf faizdə 100 A 10 B bölü C. Yəni tempi tanıtmamışıq. Yuxarıda tanıtsaq bəs eləyər. Temp 327 düz işlədim. Bunu izah eləyək. İlk olaraq təhlükə onluq 100-yə ayırdım. Əgər A böyüksə B-dən yerini dəyişdirmək lazım. Template. Bu da bunu istifadə edirik. Nəyə görə? Bir ədədə bərabər eləyirəm. Kiçik ədədi. Sonra A-nı B-yə bərabər eləyirəm. Nəyə görə? Kiçik ədədi böyük ədədi bərabər elədikdə A böyük avtomatik olaraq böyük ədəd olur. Və B-nin dəyər itir deyə, yəni kiçik ədəd itməsin deyə, burada template-i A-ya bərabər eləyir. Template demək, temp deyək də. Kiçik ədəd böyük ədəddə, yəni birincidən verilmiş böyük ədəddə kiçik ədədə bərabər eləyirəm, kiçildirəm. Bunu 3 dəfə təkrarlayıram. Nəyə görə? 123 olsa, bu birincidən istifadə elədiyimdən olurmu 213. Sonra B ilə C-ni müqayisə edirəm. Təhlükdən onluğa. Olur 31, 231. Təzən bunun yerini dəyişirəm. Olur 321. Aydındır. Sonra da n ədədini qurduqdan sonra çapa verirəm. Bunun əslində belə eləməsək də olar. N ədədini təzədən bərabər edirəm. N. Bu qədər. Məncə. Prosto birinci yoxlamaq lazımdır. Yəni də eyni sətr oldu məncə. Amma bu daha əlverişli yollardan biridir. Sualınız var? Template-dən və yaxud da bu if-dən bağlı. Keçdim. Bu sualda nə deyir? O sualına kimi yazmış olmalıdır. Onu da yazıblar. Laf yaxşı. Məmməd Yücəşək. Buradakılar silək. İki oyuncu dart üzərində turnu keçirir. Əgər bir ədədi tutursa, bu nədir?
ümumi xalların cəmi demir ki. 5. Keçək. Qısaca deyək. Bu sondan artıq fora keçmiş olduq. Deyək ki, n dənə turnik keçirirəm. A və B yarışçısı arasında. Onlar müəyyən bir xal əldə edirlər. Nəticə olaraq kim qalib gəldisə, onu qeyd elə. Məsələn, burada rəqəmlər cəmi 5 eləyir. Burada 3 eləyir. 5 3-dən böyük deyə birincidir. Burada 1-dir, burada 6-dır. Otomatik olaraq ikincinin balı çox olduğuna görə ikinci qalib gəlir. Bura kimi aydındır. int n scanf faizdə n for burada AB istifadə edirəm və AB-dən əlavə sum A sum B. Bunu nəyə görə götürürəm? Sıfıra da bərabər eləm, çünki sıfırdan sayacağıq. Çünki yəni bunların ballarının cəmini biz hesablayırıq da. Yəni hər hansısa bir şey yoxdur ki, hesablayaq, özümüz yaradırıq. N dənə turnir olduğuna görə birdən nə kim gedir? Realize olaraq ki, fikirləşsək, bir dəqiqə. Sondan başlandı çıxırıq, üstünə bir gəlirik. Yəni N dənə turnir eləyir. Aydın da bura kimi də. Bu for hissəsi biraz qaranlıq qala bilər sizə. Aydın deyə düşünürəm. Təzən cəmləyirik yox. Scanf faizdə boşluqdan verirəm bu dəfə. Slash B samlayırıq yenə. If A böyüksə B-dən printf 1 prosto belə yazsaq faiz deyə yazmaya ehtiyac qalmır. Kiçiksə B-dən 2 bir yanda bərabərsə 0 ver. Belə yaza bilərik, çünki yəni bu düzdürsə heç vaxt bu iki ehtimal düz ola bilməz. Ona görə else if-siz yaza bilərik. Aydındır? Problem çıxdı. Aha. Burada xüsusi hal var. Yoxdur. Burada AB yazmışam. Sum A, sum B olmalıdır. İndi işləyəcək. İndi belə səhv verdi. Harada ola bilər problem? Bərabərsə 0 versin. Yaxşı, else if-lə yazaq. Maraqlı gəldi. Amma məncə problem olmamalıdır. Else if-lə bağlı. Çünki niyə olsun da, bayaqlar dediyim kimi. Else if yox, bunlar. Aha. Bu qədər. Məncə amma problem olmamalıdır. Hər yaxşı, kodumuza baxaq. Əvvəllər də səhv eləmişəm. Geçək. Biraz qəribə yazmışam. Xaldan yox. Belə istifadə eləməliyikmiş. Geçək. Sualın şərtini sizə başa düşmüşəm. Bizə deyir ki, yox. Sizə başa düşmüşəm. Deyir ki, məsələn, n dənə oyun oynanıb da. Əgər 3-1 qazanıbsa, buna bir xal gedir. 1-0 qazanıbdı, bir xal gedirdi. 2-1 qazanıbdı, buna xal gedirdi. 2-1. Ona görə belə səhv oldu. If
obyekt səbədən sama plus plus else if kiməsə xal gedir. Xal. O ehtiyac yoxdur onsuna. Sum b plus plus. Belə. Bərabərlik halını yazmadım. Çünki yazsam da eyni şeydir. Yəni biri var 2-dən də xal getsin, biri var getməsin. Bizə lazım olan nəticə hissədə 2000 daha çox xalın olduğudur. Geçək. Burada da yoxlayaq. Geçdim. Server. Server sualın geçə sual lazımız. Bu sual bunları ala biləmişəm. Geçək. Deməli nəsə var. Siz sevin idarəçisiniz və burada bir neçə tapşırığı ilk yeni yetirilən sən sual qaldı. 8, 16, 15. Buna baxaq. Bu sualları ümumiyyətlə baxmamışam. Nəsə buna baxaq, sonra ad kodları keçək. Siz sevin idarəçisiniz və burada install işini sonumuz 20 dəqiqə. Aha. Hazırla, yalnız öyrənirsən. İlk 4 dənə tapşırığı yeni yetirilməsi. Hə. Ümumi nə qədər istəyir? Yoxsa nətər? 45, 30, 55, 20. 75 55 130. Ha, 4 dənə eləyir. Bəs yaxşı belə 27 37 45 55 5 dənə eləyir. Bu sualı 2 cür yazacağam. Ümumiyyətlə sualın şərtində deyir ki, düz başa düşdümsə. Dəqiqadır. Aha. Sizin 6 dənə tapşırığınız var. Bu qədər də dəqiqanız var. Siz ardıcıl olaraq işləri görməlisiniz. Deyək ki, soldan başlayaraq, ən solanda neçə dənə tapşırığı verilmiş vaxtı əsasən həll edə bilərsiniz. Məsələn, burada 4 dənəsini həll edə bilərsiniz. Çünki 75, 55, 130, 150. 150 burada eləyir. Bunun üzərinə gəlsək artıq şey eləmir. 150, 230, 180 aşır. Yəni istədiyimizi seçəmirik, ardıcıl olaraq baxmalıyıq. Aydındır sualın şərti. Aydın deyə düşünürəm. Aha. Int n bir də t, c-nin bir də t. Bir dənə sum götürürük, çünki vaxtları cəmləyəcəyik. Görək nə qədər vaxtımız gedir ümumi. For int bərabərdir 1, x eşitdir n, i plus plus. Bir dənə də x götürək. Çünki ədədləri inputa verməliyik. Cin x yazıram. Scanf faizdə n faiz t. Olsun. Amma belə bir dənə problemimiz var. Hə, keçək, problem yoxdur. T yox. Sum. Əgər sumumuz T-dən kiçikdirsə, yox, T-dən böyükdürsə, printf faizdə i brick olmalı. Mən burada nə etdim? Gözə görüm düz işləyirmi heç? Özümdə yoxlayayım. 5 verdi. Problemimiz nə harada ola bilər? Yaxşı. Hə, problemimiz buradadır. Bunu həll edək. 5. Mən burada nə vardım? Onu deyim. İlk olaraq ədədlər burada inputa verdim, həmişəki qaydada. Və inputa verəndə cəmlədim həmin halında. Cəmlədikdə yazdım. Əgər verilmiş vaxt
60-dan keçibdirsə, ümumi, yəni həll eləyirəm hal-hazırda bütün tapşırıqları. Gəldim bura. Bunu həll elədim. Gəldim 80-ə. 80-i inputa verdim, 230 elədim. 230 artıq 180-dən böyükdürsə, deməli bu hal yox. Bundan əvvəlki hala kimi mən işləyə bilərəm. Və -1 yazdım. Axırda da break verdim, dayandırdım. Status 10 qanser. 90-10. Arxa gəldi. Niyə? Bəs special hal var. Hə, burada da həmin qaydada. Bəs yaxşı. Vaxtdan üstə düşsən olar. 6, 180, 30, 30, 30, 30, 30, 30. Hə, burada səhv verir. Nəyə görə? Hə, çünki vaxtı aşmır heç vaxt. Vaxtı aşmadığına görə printf verməmişdən qabaq bir yanda y götürürəm. 0. Sıfırsa, hə. Keçək. Burada problem nədir? Mən burada təkcə nəzərə aldım. Bu halları nəzərə aldım da, keçib keçmədiyi hal. Amma elə bir hal ola bilər ki, bunu keçməsin də, yəni üstə düşməsin, problem olmasın. Bayaqki yazım kimi. 6, 210, 35, 35, 35, 35, 35, 35, 6. Düz işlədi. Bəs yaxşı, kiçik olsa nə ola bilər? 6, 210, 30, 30, 30, 30, 30, 30. 6 dənə haldır, yəni də 6. Aydın oldu bu hissə. Problem haradaydı, mən ətər həll elədim. Aydındır deyə düşünürəm. İndi problemlə qarşılaşdıq. Hə, bu hallarda bəlkə səhvlik verə bilər deyə düşünürəm. Yox, burada break verdi deyə problem oldu. Breakdən qabaq yazmaq lazımdır, hə. İndi fikir verdim mən də. Dəqiqə. İndi problemlə qarşılaşdıq. Keçək. Hə, keçdim. Hanı? Status. Aksiya. Əhməd. Yox, köçürmür, özü yazıqdır. Keçək. Keçdim. Ayda, düz bucaqlı, üç bucaq olub olmadan yoxlamaqdır. Vaxtın onu dərsə də bax, Məmməd. Vaxtın varsa. Vay. Üzülü sayın, biraz azmaz, narahatam. Faiz B. Düzəlmişdim. Bunu nəyə görə belə yazıram? Bu scanf'in dəyər qaytarması daxil edilən ədəddən asılıdır. İndi düzəldi. Vur A, B vur B, bərabərdir C vur C və yaxud da açdıq.
A bura plus C vur C bərabərdir. B vur B or yenə də B vur B plus C vur C bərabərdir. A bura siyah printf yenə right slash n else printf wrong slash n bu qədər deyə düşünürəm. Hə, bir də şərt yoxlayırıq. Əgər A bərabərdirsə B. Hə, ehtiyac yox. Yuxarıda yazmaq lazımdır bunu. 0,0,0 var. Əgər if A bərabərdirsə 0-a brick işləyir deyə görəm. Yadımdan çıxdı. Hə, burada ABC qeyd eləməmişik. Yaşa. Siz sağsınız, yoxsa cisim kimi buradasınız? Məhəmməd daxil. Şükür. Heç olmazsa başa düşsünüz. Yəni sualınız olanda, yəni qarşınızdakı bir canavar yox, insan olduğunu dərk eləyirsə, böyük ehtimalla sualınız olanda verə bilərsiniz deyə düşünürəm. Sənlə 702-də görüşəcəyik ya Məhəmməd, sən narahat olma. Sən sualların işlə. Aynen. Son şərtində yenə. Bu arada bu açdığım suallar bunlardan daha yaxşıdır. Əsasın işlədik. 1500. Ümumi nə qədərdir? Yaxşı gəlmişik. Hələ qabaq düşkün var. 19-10 kimi. Onda bunlar başını buraxaq. Bunlar daha yaxşıdır. Mənim zənnimcə. Həm məntiqi cəhətdən, həm hər cəhətdən yəni. Həm də ən asan suallardır. Mənə görə. Başlayaq. Yəni uyğundur sizə görə bu suallar işləyək. Yəni görürəm ki, qəşəng suallar var. Həm bayaqdan da şey işləyirik. Int, if else, for. Burada amma string sualı zad da var. Amma bəzi hissələr stringdir. String deyildi, yəni hamısı stringdir. Yox, hə, hamısı string deyil. Hamısı stringə oxşuyur. Stringə oxşuyur hələ də. Mən dünən bunları nətər yazmışam. Hə, C++-da yazmışdıq. Başlayaq. Sual şərtində deyir ki 0, 4, 3, 4, 5, 6, 7, 8. İndiqləmə 1-də başlayır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, geçək. Razısınızsa bundan başlayaq. Yəni razısınızsa nəsə emoji zad qoyun. Heç olmasa bilim. Şükür. Kəlbətənlə söz anlamayı. Scanf. Faizli. Biraz çıxdı. Hə. Faiza. Məhəmməddən də elə söz alırdıq. Neysə. Faiz B, faiz C. Səsim rahat gəlir. Onun birinci maddeyin. Yaşa. Bir dənə çar götürürəm. Teksti formatından. N+1 olsun. Olsun. Olmasın. Deməli, burada sətr daxil edirəm. Mənim keçdiyi sondan. Bir də çar götürürəm yazılış formada. Scanf faiz deyirəm. Çar scanf. Hə, düz yadımdadır. Mən C++-da yazıram, ona görə biraz problem olur.
Fac bərabərsə 1-ə. Text. Bir də i0 götürürəm. Yəni x-ə 0-dan başlayır. Bərabər ch. Bu qutardı. İndi gəlin bunu izah edeyim. Bu hissəni, əsas bu hissələrdən biridir. Bu inputu başa düşməkdən sonra kod yazmanın yeri yoxdur. Bu hər dəfə çar daxil edirəm. Sətr yox, simvol. Burada sətr formatında verilibdir. Amma mən simvol kimi daxil edirəm, çünki birləşdirirəm. Necə olur? Sıfırdan başlayır deyə burada 0 götürdüm və artıra gedirəm. Artma bu cürdür. Yəni əməliyyat yerinə gətirilir, sonra bu icra olunur deyə sonrakı while artıq bu vəziyyətdə qalmış olur. i++ vəziyyətində qalmış olur. Bura kimi aydındır? Aydındır. Məmməd, yalanla eləmə. Bilirəm ki, kod yazsan da yəni. Ya da elə, heç olmazsa sən elə. Neyse, geçək. Sonra for açıram. Int bərabərdir a. X bərabərdir b. i++. Şərt yoxlayıram. Əgər text i-1 fərqsə odan printf no ver. Birik ver. Birik narı foru kökündən dayanır. Əks halda printf yes ver. Mən bunu C++'da yazmışdım. Görün. A. Geçək. Mən ABC yazmışam. Geçək. N L R left right mənasında yazırıq bu da daha çox. Burada birik yox, return 0 verməliyəm. Çünki birik for dayandırır. For dayandırsa belə ehtiyac olmur da. Promoyla bunu da oxuyur. Return 0 amma kökündən kodu bağlayır. Geçin. 16, 8. Yes. Burası bilməmək bu kodu nə tədbir edə bilərəm. Neyse. Lazım olsa baxarıq. Submit. Al bunun submit hissəsi. Təsdiqləmə mesajı hardadır? Onda bunlar silək. Çox şey deyir. Counterlən gedir. Bunu silək. Ehtiyacı yoxdur. Lazım. Bir dənə koda baxım. Nəsə ehtiyacı var mı və s. Harada? Submit. Sevəcəcə əlavə eləsəydim daha yaxşı olardı. Yəni səfər əlavə eləyərəm. Bu niyə olmur? Yaxşı, Vijat əlavə eləyək. ABC 416. Yoxsa belə çox vaxt itəcək. Update. Adcoder. ABC 416A. Arşivdən götürürük bu. Yeni düzəldi. Doğrulanma mesajı gəlməli Cloudflare-dən. Burası gəlmir.
Stacker. Yaxşı. Bir saniyə. Belə bir problem çıxa bilmirəm. Site. Bu C++'da yazıldı. Yəni deyən şeydir. Bu gələn kimi keçək digər suala. Task. 417. Hı -hı. 1, 2, 3. Keçin. Gəl. Son şərtində deyir ki, bunu silərik rahatlıqla. Burada var deyə ehtiyac olmur. Deyir ki, n sətirli söz var. Ellərə kimi çapa ver, deyəsən. Yox, ellərə kimi yox. Bu biraz daha qəliz versiyasıdır. 4-dən 8 uzunluqda bir dənə sətir çapa ver. Yox, soldan 8-ini qırmalıyam. Belə eləməliyəm. Bir saniyə, bu düzəlməsə mən düzəlməyəcəm. Ehtiyac yoxdur. Neysə, buradan da yolaya bilərəm, yazın. Neysə, bu sualın şərtində deyir ki, sağdan 4 dənəsini qır. Soldan 4 dənə, sağdan 8 dənə. Elə çapa ver. Görürsünüz də, bu yoxdur, bir də ABCD yoxdur. Bunu bu cür yazmaq lazımdır. Bunda nə yaza bilərik? Yenə bunu saxlayıram həmişəki qaydada. Çünki inputa verilmə qaydası həmişə kimi eynidir. For int i bərabər l, x7 bərabərdir. Bunu nəyə görə mən belə yazdım? 0-dan indekslənir deyə bu artıq 4-cü element sayılır. Ona görə rahatlıqla l-dən başlada bilərəm. Gedir n minus kimi, right kimi. i++ printf faizci text i. Biraz bunu yaxınlaşdıraq. D-dan başladı. Bunu i+1 eləməliyəm. 0-dan başlamış indeks. Yaxşı, i++ eləyək burada. Görüm, indi işləməlidir. İşlədir. Bu da n dənə sözdür deyə n kim gedir? N bu hissədə artıq, t-dən sonraki hissə. Eğer çıxdığımız zaman artıq 8 dənə simvolu otomatik olaraq sildik. Burada da həmin bizdə də demək istədiyi odur ki, ümumiyyətlə sualın şərtini təzədən deyim. Deyir, n sətirli bir dənə söz var, bir də A var, bir də B var. Deyir, soldan A dənə element görsənməsin, sağdan B dənə element görsənməsin. Soldan B dənəsi, A dənəsini görsənməməsi üçün elə A-dan başlatmamız bəs eləyir. Çünki indeksimiz 0-dan başlayır. Əgər 1-dən başlasaydı, +1 eləyəsiydi. Nəyə görə? Çünki 4-dür. 0, 1, 2, 3. 3-dən 0 çıx, +1, 4 eləyir riyazi olaraq. Aydındır? Deyə düşünürəm. Ona görə də belə cavab verə bilirik. Gəlmədi bu mesaj. Yoxlamağa ehtiyac yoxdur. Məncə. Çünki kodu mən dünən axşam qatarda yazdım bir blok. Ehtiyac yoxdur. Əsas odur, kodu başa düşəsiniz. Takaşay. Deməli, Takaşay bir nəsə deyir, içində T sözü olan liboy simvol, yəni elə sətir var ki, çay sayılır, çayın növü sayılır. Məsələn, T, green tea, kofe sayılmır, çünki T ilə qutarmır, bu T ilə qutarır. Aydındır son şərt. Mən bir dənə konteyner bateriya taxım.
Yoxsa bu çox çəkəcək kontr. Yaşa. Birazdan çək eləyək bunu, bəlkə işlədim. Başımıraq. Deməli, ədədləri bu formada daxil eləyəcəm. N saxlayacam təkcə əlbəttə. Və yoxlayacam. Burası burada N-in 3-dən kiçik olma halı var. Əgər sətr sayı 3-dən kiçikdirsə, N kiçik bərabərsə 3-dən, artıq otomatik olaraq yox deyəcəyik. Çünki yəni T sözü belə 3 xanalıdır. Ona görə printf no. Bir də return 0. Keçək digər hallara. Bunu da yoxlaya bilərik. Son 3 dənə simvolu çək eləyərik. Nətər eləyək? Deyə sual yarana bilərsinizsə. Bu n-1-dir. Bu n-2-dir. Bu n-3-dür. Çünki 1-dən başlasaydı cəhənnəm. Bu n olardı. Amma bu 0-dan başlayır deyə n-1 olur. Əlimizdən şərtlə yoxlayırıq. Əgər text n-3 bərabərsə t və text n-2 bərabərsə e. Text n-1 bərabərsə a-ya. Все. Printf yes. Return 0. Printf no. Aydındır. Mən nəyə görə belə yazdım? Bu halı dediyim kimi T sözü belə 3 xanalıdır. Yəni 2 xanalı olsa, 1 xanalı olsa T yazıla bilər maksimum. O da bizə lazım deyil o. Bizə T lazımdır. Ona görə nə yazdım mən? Bu n-3 halı. Məsələn, budur. n-2 halı budur. n-1 halı budur. N halı isə A-dan sonraki hissədir. Artıq sətr yoxdur orada. Orada bir ayrı bir şey var, iterator var. Onu da izah eləmək istəmirəm, çünki başınız qarışa bilər. Bu qədər. Aydındır bu sual. T-pod. Aydındır. Simvol. Keçək. Allah'a şükür. 418 getdi, 419 qaldı. Yox, mən salmışım. Yox, əllə yazaq, yoxsa bu string yazmışım, başımıraq. Bu sualın şərtində deyir ki, red, blue, green söhbəti var. Red isə SSS, blue isə FFF, green isə MMM. Digər sətirlərdə unknown ver. Sətri adi formada daxil edirəm, istədiyim formada. Yox, istədiyim formada deməyək. Uzunluğu 10 ola bilər deyir maksimum. Mən 11 götürürəm, hər ehtimal. Sonra yazıram. Dəqiqə, text'i belə yoxlamaq olurdu görəm. If text yox, belə verək ki, nə verək? Yaxşı, text, nə deyək? Text 0 bərabərsə yerə. Text bərabərsə yazıq redə. Printf SSS olmalıydı.
Else if text bərabərdirsə boolean. Printf fff. Else if text bərabərdirsə green'ə. Printf mm. Else printf unknown. Formada yazsam nə dəyişər? Məndə Wi-Fi getmişdi, yoxsa kimsə çıxdı girdi? Mən bilmədən çıxdım. Unknown verdi. Problemimiz burada deyil problem elə. Nətər eləyək? Yaxşı, siyah printf text desək. Faizes text. Bir dəqiqə görüm nə verir burada. Red verdi. O red verməsi problem harada çıxır maraqlı. Problem boşluqlarda çıxa bilər. Burası onu mənətər məcbur belə yazmalıyıq. Ayrı üsul yoxdur. Text 1 text 2 belə olsa düz çıxır. Çünki red olsa 0-cı indekslərdə, 1-ci indeksdə, 2-ci indeksdə artıq olur. Boolean yoxlayırıq da. Text bir də bu hal qaldı. Bunda insert harda dəqiqə. Bir saniyə insert hardan yox edirdik. Hayda. Bir saniyə. Görün burada da elədimi? Bir dənə burada elədik. Shift. Düzəldi. Deyəcəm. Sesiniz açıq. Text green. Belə olsa daha yaxşı olar. Red. Geçək. Görüm işləyirmi? Şükür. C++'da yazsa problem yox. Yəni bu C kodudur. Prosto C++'ın ad çoxluğudur. Burada problem nə oldu? Madəm arxa gəldi. Blue söhbətində yandırırıq. Yenə submit eləyək. Keçək wrong answer, halal olsun. Green'də də problem var. Green'də problem yoxdur. Adcoder'da problem var. Adcoder. Anlam verdi. Düz yazmışam, anlamı necə olmasa. Düz. Reddə verdi. Blue'da anlam verdi. İlerləyiş var. Burası ilerləyiş var. Burada niyə problem elədi ki? Blue. Hada. Problem görmürəm hemen. İşləmədi. Təzədən baxaq. Bu halların səhv olma halıdır. Deməli deyək bu hal səhvdir.
Bu ansab olmaq üçün bu ansab olmalı. Blue. Meta yoxlaya bilərəm kağıdı. Settings result my solution. Detail. Bir xətdən yazmamışam ki. Burada problem nədir görürəm. Green yaxşı. Burada düz işlədir. Bəs blue nə vaxt işləyir? Blue'dan anlam verir, eydan olan. Blue. Eyni şey yoxlayırıq. Text 0, 1. Endi də bu. Aynı olasıdır. Yox, bu da deyil. Kodda problem yoxdur, prosta problem var. Amma çatmadı. Kod düzdür, fikir verməyin. Bunun hansı hissəsində problem var? Bunu sıfırdan başlayacağım. Text 0. Bu. Blue. Text 2. Bu. İşlədi. Prosta kodda problem vardaydı, mən də bilmədim. Əsas adı işlədi. Belə olanda mən təzəni yazıram. Prosta kodlar arasındakı fərqi görənmirəm. Məndə bu yatır iyi. Neyse. Yenə wrong answer, halal olsun. Green. Green'də səhv işləyəcək, ha. İşləmədi. Yaxşı. Yenə də səhv işləyəcək. Reddə. İşlədi. Yaxşı, sanın özündə bir problem var. Yox, problem ala bilməz axı. SSF, FFF. Atqıdır. Bəs yaxşı. Ayda. Problem tapdım orada. Hə. Sətir sayı əgər yəni bir dəqiqə. Məsələn, printf faizdə i. Bildim hardadır. Return 0. Düzəldi, mən belə sola salmayacaq. Blue olanda 5 verdi. Bir dənə çox olmalıdır onda. I bərabərdirsə 4-ə. 4 olarsa, sonra i bərabər 5 olarsa, sonra i bərabər 6 olarsa, bunda düz işləməlidir. Nəyə görə? Onu izah edeyim. Blue olsa işlədi. Yox, hə, işlədi. Burada bir dənə düzəldi. Blue düz işlədi. Amma belə bir ehtimalımız var. Blue, salam. Salam 0. Blue salamda, hə, bayaqlar indi işlədi. Amma bayaqlar işləməməli idi. O işləmişdi. Bayaqçı kodu göstərim. Yox, bu C++ kodudur. Məsəlmiş. Burada işləməyəcək. Çünki mən yoxlamıram burada. Red, blue. Görürsünüz, SSS verdi. Amma verməməli idi. Amma indi işləyəcək. Aydın oldu. Mən başım yordu, biraz pis oldu.
Keçdi. Geçək. 418 18 18-də baxdıq. 19 19 ona baxdıq. İndi 20 yoxlayaq məcbur. 20 20 x y 5 9 ha, deyək 5-ci aydayıq. 9 ay sonra hansı ay olacaq? Bu asan sualdır. Fikriniz var? Məmməd, sən demə. Sən tapasın. Ne diyeyim? Nə? Ne diyeyim? Heç nə, sən fikir vermə bizə. Sən suallar. Ben sualı gördüm. Yaxşı elədin. Deyək Yaxşı 5-ci diyeyim, aydayıq. geldim. Deyək 5-ci. Toplağı 12'den böyütse çıx 12'ye yoksa yok da bir şey. Bir də deyək. Toplağı 12'den böyük olduğu müddetçe 12'ni çıx. Çıxdı nə? Yaxşı elədin. Cavab səhvdir axı. Dediyin kod səhvdir. Değil. 14 böyük 12 olur da 2 Yaxşı. çıxar. Bir dənə qulaq as. 12 oldu. Bu da 36 oldu. 48 elədi elə. 48-ci aydayıq. 48 Evet. dediyində 12'den böyük olduğu müddetçe de 12'den böyük değil axı. hə, yəni 12 böyük daxil olmamalıdır elə. Bərabər şərəsi olmamalıdır. Onu ben kodu yazanı taparım. İndi belə bilmiyorum. Və yaxşı, Nuray və Jalə, fikriniz var ümumiyyətlə? İdeya. Kod yox, ideya. Əsas ideyadır sualda. Və düşüncə tərzi. Yəni hər hansı bir fikriniz var? Mənim yoxdur əslində və sualı tam başa düşmüşəmmi bilmirəm. Ona görə sualı vermək lazımdır. Deyir, sən 5-ci aydasan. Yəni 2026-dayıq, yanvar ayında. Yanvar 1-ci aydır. Deyir, sən hansısa bir x aydasan. Deyir, y ay sonra hansı ayda olasın? Rəqəmdən çapa ver. Məsələn, 5 9-u 5 plus 9 14 eləyir. 12 çıxanda 2 eləyir. 2-ci ayda. Məsələn, 1 ilə 1-dir. 1-dir plus 1-dir 2 eləyir. 12-dən böyük olmadığına görə problem olmur. 12-dir. 12 oldu. 24 oldu. Çıx 12, 12 elə. Anladım sualı. Necə? Anladım. Şükür. Nə deyəcəkdim? Hə. Printf. İndi burada A plus bərabər B elədim. Yəni A-nın üzərinə gəldim də. Mən şərt yazıram. Əgər A faizi 12 bərabərsə 0-a, deməli bu 12-ci aya gələcək də. Else printf faizli A faiz 12 olmalıdır. Nəyə görə? Sən A-nı 12, B-ni 36 götürsən 48 eləyir. 48 12-yə bölündüyünə görə nə qədər gəlsə də 0-a gətirənməsin də, 0-cı ay yoxdur. 12-ci ay var. Ona görə 12 yazırıq. Əks halda, yəni 37 olsa cəm 12-yə qalıqla böləndə 1 eləyir. Yəni qalıq lazımdır da bizə. Aydın oldu. Aydın oldu deyə düşünürəm. Keçdi. 421. Məncə bu qədər bəsdir. Çünki 1 saat 53 dəqiqə dərs keçirəm. Və bundan əvvəl də dərs keçmişəm.
Yəni arxa-arxaya 4 saat dərs biraz başım ağrıtdı. Səhərki dərsin saatını qeyd eləyəcəm. Müəyyən bir vaxtdan sonra da bu Vijaz-dakı tapdığım sualları əlavə eləyəcəm. Yəni Adcoder-da tapdığım sualları Vijaza əlavə eləyəcəm. Lazım olsa işləyərsiniz. Yəni lazım olsa deyil, lazımdır. Tövsiyə görərəm ki, işləyərsiniz. Ümid eləyirəm dərsi anladınız və başa düşdünüz. Yəni hansı bir qaranlıq qalan hissə varsa, sualınızı verə bilərsiniz hal-hazırda. Məmmədin sualı yoxdur, yaşayın. Dərsimiz bu qədər. Recording